Əski əlifbamız. E hərfi. E səslənən E hərfi. E hərfi 3 formada yazılır. E hərfi sözün əvvəlində, ortasında və sonunda fərqli formalarda yazılır. E hərfi sözün əvvəlində belə yazılır: ev, eyvan, ekiz. E hərfi ortada gəldikdə belə yazılır: bel, beşik, meşə. E hərfi sözün sonunda gəldikdə isə ya bitişik, ya da sərbəst şəkillərdə yazılır. Kofe, Zimbabve. El Gölü Təbrizin ən məşhur istirahət mərkəzlərindən biridir. Elxanlılar dövründə yaradılıb, Səfəvilər onu genişləndirib, Qacarlar isə təkmilləşdiribdir. El Gölü